qəlbimizin, tariximizin ağırlı-acılı səhifələrindən olan Kəlbəcərin Başlıbel faciəsinin canlı şahidi və iştirakçısı, zərər çəkəni qarşımızdadır. Təbii ki, onu dinləmək, onun ürək yanğısını öz qəlbində ovutmaq hər kəsin ürəyindən keçən bir his, arzudur. İstərdim ki, daha yaxından bir daha özünüzü təqdim edərdiniz. Mən Ələsgərov Habil Ələkbəroğlu 1977-ci ildə Başlıbeldə anadan olmuşam. Kəlbəcər rayonunun Başlıbel kəndindən anadan olmuşam. 93-cü ilə qədər orada yaşamışam, təhsilimi orada almışam. 93-cü il aprel ayının biri günü bizə məlum oldu ki, ermənilər Kəlbəcərə hücum edibdi. O vaxtlar bizdə indiki kimi məsəl üçün Kəlbəcərin hardasa bir illik çaydı Ağdərədən gələn işığı kəsilmişdi. Bizdə televizor yox idi, məlumatımız olmurdu. İndiki kimi telefon, belə mobil imkanlar, əlaqə vəsaitələrimiz bəli yox idi. Ona görə biz məlumatsızdıq, amma qıratın, topun səsini eşidirdik. O döyüş gedən, Kəlbəcərin o sərhədində gedən döyüşlərin səsləri gəlirdi Laçın istiqamətdə. Aprelin biri günü gördük ki, cəmaət təlaşa düşdü. Dedilər ki, bəs ermənilər gəlir, kənddə olan bütün maşınlar yığışıb ki, cəmaatı elə bil ki, ancaq heç paltarını da götürə bilmədi. Maşınlara yığıldılar, tunel istiqamətə gəldilər. Aradan bir saat keçəndən sonra gördük maşınlar qayıdıb gəlir. Biz sevindik ki, bəlkə də rahatçılıqdır, belə bir şey yoxdur. Cəmaat ona görə gələn hamı dedi ki, bəs tuneli ermənilər tutubdur, tuneldən getmək mümkün deyil. Başqa da çıxış yolumuz yox idi. Binə deyilən yer var idi, maşınları gətirib hamı qoydu ora. Cəmaat eləsi var idi ki, heç əyninin paltarını götürə bilmədi. O vaxt biz tək bizim ailə deyil, bizim ailədə 7 nəfər idik ailədən. Bir neçə bütöv, Əmraliyevlər, Əhmədovlar, Ələsgərovlar da biz idik, bütöv qaldıq. Amma onunla bərabər Başlıbeldə hardasa 62 nəfərdən çox insan qalmışdı. Biz elə bil ki, ayın 4-cü günü, 3-cü günü bizə 9 əsgər Laçından mühasirəyə düşüb gəldi, kəndə çıxdı. Onlar da artıq bizə məlumat verdilər ki, Laçın da tutulubdur. Çıxmağa başqa bir yol yoxdur. 4-cü günü erməninin kəşfiyyatı Başlıbelə gəldi. Güllə atdı, qayıtdı. Səhərisi 5 günü idi. Balaca bacım o vaxt 7 yaşı vardı. Çölü çıxmışıq. Biz həmin vaxt elə bir kanın üstünə çəkildik. Kanın üstündə evlər var idi. Kənddən çəkilmişdik ora. Bacım dedi ki, bəs dünən gələnlər gəlib güllə atırlar. Biz artıq çıxdıq ki, kəndi silahın səsi götürübdü, avtomatından hər yerə atırlar. Biz məcbur olduq, Qalaça deyilən yer vardı, ora çəkildik. Orada bizə binokul, turbin var idi. Oradan baxıb gördük ki, bunlar elə bil həmin vaxtı kənddə 2 evi yandırdılar. Bir nəfər müəllim qalmışdı. O evini heç tərk eləməmişdi. Onu çox amansız cəzi ilə həm yandırmışdılar, gözünə alma turub yandırıb gözünə basmışdılar. Ümumiyyətlə ağır işgəncələr vermişdilər ona. Qənaət müəllim onu da qətlə yetirib, 2 uralı da gəvi ilə doldurub getdilər. Bunlar gedəndən sonra biz artıq gördük ki, bizim kənddə qalma imkanımız yoxdur, burada yaşamaq mümkün deyil. Biz çəkildik, Şirran Kəhəsi deyilən yer var idi ora. Ermənilər hardasa bir neçə gün gəlmədilər. Amma ayın hardasa 11-i, aprelin 11-i, 12-si olardı. Gəldilər, müntəzəm bütün evlərdə qalırdılar. Onlar elə bir gəlirdilər, bir dəstəsi, məsəl üçün evdən bir şey aparırdı, malı bir dəstəsi aparırdı, qoyunu bir dəstəsi aparırdı. Çünki Başlıbeldə sırf heç kimi heç nə çıxarda bilməmişdi. Bütün nə vardısa əhalinin qalmışdı. Ermənilər də açıq talançılıq eləyirdilər. Vəhşilik və talançılıq. Bəli, onlar elə bir ki, bax, belə götürəndə indi deyək ki, insandan qisas alırdılar. Onlar biz baxıb görürdük, keçinib buynuzundan asırdılar. Zövq üçün heyvanları öldürürdülər. Yəni bunların vəhşiliyin danışanda adam dəhşətə gəlir də. Çünki bunu insan eləməz də. Bu gərək vəhşi heyvan olasan ki, bunu eləyəsən. Siz kahalarda neçə nəfər gizlənə bilirdiniz kənd sakinləri olaraq? Biz kənd sakinləri olaraq elə bil orada kənddə qalanların hamısını çıxartmışdıq elə bil Şirran Kəhəsinə. Orada elə bil ki, bizdən yoldan gedib yolda
qayıdanlar da olmuşdu çətdən, gedə bilməyib qayıdanlar da olmuşdu. Bizim bir sözlə deyim ki, Başlı Beldə o Başlı Beldə qətlə yetirilənlərdən əlavə Kəlbəcər istiqamətində yolda nə qədər adamı qırmışdılar. Çünki vaxtında çıxa bilməmişdilər. Onları yolda qətlə yetirmişdilər. Biz elə bil ki, aprelin 18-ci günü idi. Bunlar bir elə bir tankdan balaca tiqaj deyirlər ondan. 3 rural hərbiçi, elə bil ki, çox sayda əsgərlə gəldilər, bizi Şırrankasında tapdılar. Hər tərəfimizi mühasirəyə aldılar. Mən artıq gördüm ki, onların səsi yaxınlaşır. Gəldilər bizim o qaldığımız kahada. Həmin vaxt mənim bacım papamgildə, atamgil başqa kahada idi. Anam çörək pişirirdi rəhmətli. O çörək apardı, yanımıza qayıda bilmədi. Ağ nevi ilə gəlib kəsdilər ətrafımızı. Mən orada gördüm ki, səsləri yaxınlaşır. İçəri bu tüstü verən şaşqı atırdılar. Durmaq mümkün deyildi. İçəridə anama bir güllə dəydi. Orada yanımda içəri qumlar atdılar. Onlara düzdür, Allah rəhmət eləsin, şəhid Sərdab rayonunun Qaravəllər kəndindən Vüqar var idi, əsgər idi, Laçında mühasirəyə düşüb yanımıza gəlmişdi. O onlara müqavimət göstərdi. O elə bil ki, onların bir növü gözün qırdı ki, onlar yoxsa kahaya gəlib sərbəst girib hamını tutub aparacaqdılar. Bunlar içəri gördük, bir nəysə atdılar. Bu Vüqar rəhmətli cəmaət tam qırılmasın deyə özünü atdı onun üstünə. O partladı, onun qarın hissəsini götürdü, onu orada şəhid elədilər. Bundan sonra mən dura bilmədim içəridə, tüstü atdılar. Mən çölə çıxdım. Çölə çıxdım, baxdım ki, hər tərəf əsgərlə dolur, erməni əsgərlərlə. Mənə dedilər ki, gir içəridəkilərə deyə çıxsınlar. Mən dedim, içəridəkini öldürürdünüz. Qayıdıb içəridə olan öz cəmaatımıza dedim ki, çıxmayın. Onsuz da hamımızı qıracaqlar. Mənim gözüm axtarırdı ki, mən bunların Xocalda olan elədiyi vəhşilikləri görmüşdüm. Mən içəridə özümüzün yanımızda hərbiçimiz vardı, müşfiq. Mən buna dedim ki, bizi at elə ailəvi əsir düşməyək. Dedi, yox, anan 18 gün bizə çörək verirdi. Mən eləyə bilmərəm. Vüqarın kəsi avtomatı vardı. Dedi, götür özünü at. Mən götürdüm anama, qardaşıma, bacıma tutdum. Nə qədər elədi, müəllim əssi. Dedim, Allah böyükdür. Avtomatı yerə qoydum, bir də çıxdım çölə. Mənim burada baxırdım ki, görüm, buradan hardan qaçmaq olar ki, biz elə bir qaçaq, erməni bizi assın. Çünki mən çıxdım, ayağımın altına avtomatı verirdilər, torpağa qaldırdı, üzümə gülürdülər. Mənim yanımda uşaq vardı, 7 yaşında uşaq. Təpi ilə vurdular, 10 metr uşaq göylə uçdu. Mən burada, məsəl üçün, hələ mən fikirləşdim ki, bunlar bizi ora aparmamışdan bu cəzanı verirlər, burada olanlara. Ağacla, avtomatın qundağından vururdular, amma 12 nəfəri güllələdilər. Sorğusuz, sualsız. Yanıb gəlirdi. Qadınlar idi, kişilər idi. Qadın da var idi, uşaq da var idi, kişi də var idi, yaşlılar idi. Səbəbsiz yerə güllə. Səbəbsiz yerə də gəlirdi, baxırdı, elə üzünə baxırdı, güllələyirdi, güllə götürüb atırdı, gülürdülər. Mənim hətta anamı gözümün qabağında güllələdilər. Qollarından vurdular. Mən artıq baxdım ki, burada ancaq o gürovları yığıblar elə bir dərədə bir yerə. Mən baxdım ki, gürovların üstündə duran erməni yaralıdır. Mən bundan istifadə elədim. Öz qardaş bacımla bir də 3 nəfər əlavə. Cəmi mən 6 nəfər kənd sakini. Mən dedim ki, bu kadınları buradan götürüm ki, qoy görsünlər, qaçırıq bizi güllələsinlər. Namusumuz geri vermən əlinə düşməsin. Özünüz də daxil 6 nəfərdən, elə? Özümlə, bəli, özümdən əlavə 6 nəfəri. Özümdən əlavə 6 nəfəri mən oradan götürdüm. Yəni qaçdıq, bilirsiniz, Allahın köməyi nəticəsində oldu ki, onlar bizi bəlkə də həmin vaxtda hiss eləmədilər. Çünki başları əsasən kahanın içində olanlara qarışmışdı. Yəni siz ölümü gözünüzün önünə alıb qaçdınız, bəli, amma Allah qorudu belə deyək. Ölmək üçün qaçırdım ki, mən dedim ki, özümüzünki atmadı. Özümüzünkinə dedim ki, bizi güllələmədi. Mən dedim, qaçaq ki, qoy bunlar assınlar. Çünki əsgərlər hər tərəfə tutmuşdu. Allahın sayəsində mən orada, amma atamla bacım qaldı. Biz də elə bil ki, orada onlar elə bil ermənilər gələndə bizim o Laçından yanımıza gələn hərbçilərdən bir neçəsi çıxıb qaça bildi. Və kahada qalanlardan ölən... Kahadan qalanlardan elə bil ki, onlar da qalmışdılar orada. Düzdür, gecə onlardan məndən sonra bir nəfəri də gecə güllələmişdilər, Əhliman kişini.
Elə bil ki, mənim atamgildə gecə qar çovun nə cür Allahın qəzəbinə gəlmişdilərsə, qarın çovunun elədiyi fəsaddan onlar dura bilməmişdi. Onlar çıxıb getmişdilər. Onlar da ondan sonra çıxmışdılar. Biz getdik, Qaraçanlı kəndi vardı. Mən anamgil götürdüm. Sonra bizim o yanımızdan qaçan ki öz cəmaatımızdan var idi. Onlarla getdik Qaraçanlı kəndinə. Ora getdim ki, orada da hardasa Kəlbəcərin Zar kəndindən bir 30 nəfər var. 40 nəfər, 30 nəfər də onlardır. Onlar da mühasirəyə düşüb çıxa bilməyiblər. Onlar biz hardasa bir həftədə onlarla bir yerdə qaldıq. Sonra erməni gəldi, ora çıxdı. Erməni orada gəldi, bizi tapdı. Biz orada məcbur olduq, oradan da çıxdıq ki. Yəni mən fikirləşdim ki, gördüm anamın ucu son nəfəsidir. Gedə bilmir. Amma orada elə bir ki, o anamın oradan çıxmasında Qaraçanlıda erməni hərbiçi gəldi. Onlar qarşı tərəfdə durub bizə baxırdılar. Abdullayev Müzahir var idi. Onun elə bir ki, mənə dedi ki, avtomatımı götürə bilərsənsə, mən sənin ananı götürürüm. Onsuz da dedi ki, bizi güllələyəcəklər, bizi gəlib tapacaqlar. Mən nəhayət ki, gəldim aprel ayının 25-i günü, axtarıb atamgili tapdım. Amma biz Qaraçanlıda olduğumuz müddətdə, mən onsuz da yanımda güllələmişdilər hamını. Mən gəldim, bir də 2 gün sonra bir də gəldim, o atışmaya düşdüyümüz Şırran kağısına çıxdım. Baxdım ki, elə 12 nəfər o yanımda güllələdikləridir. Amma orada papamgildən heç bir əsər əlamət yoxdur. Mən fikirləşdim ki, bunlar Kürov getsə mən görərdim. Çünki o Kürovları yanımıza yığmışdılar. Mən fikirləşdim ki, bunlar da qaça bilirdi. Mən təxmini fikirləşdim ki, bunlar hara gedə bilər. Mən gedib onları Nəbikası deyilən Dəli Dağda tapdım. Ondan sonra o dəstəni cəmlədik, birləşdirdik. Biz bu minvallan 113 gün qaldıq o dağlarda. Demək olar ki, elə olubdu 2-3 günlərdən ac qalmışıq. Çörək yeməmişik. Öz ordumuzun xəttinə yaxınlaşdığımız anlar xatirindədirmi? 113 gün sonrası. 113 gündən sonra belədir ki, bizdə orada yolu bilən yox idi. Bizim hesab elə ki, Şahkərəm kəndi vardı, orada da bir 7 nəfər qalmışdı. Onlardan elə bir təxmini yolu bilənlər vardı. Onlar bizim yanımıza qalan uşaqlara yolu göstərmişdi ki, bax, təxmini dağın o istiqamətindən keçə bilərsiniz. Biz Tərtərə qədər yolu tanıya bilirdik ki, içimizdə o yaşlılardan Kəlbəcərin o Tərtər çayına qədər yolu tanıyan vardı. Oradan o tərəfə bilmirdik ki, biz hara gedə bilərik, nə cür gedərik. Biz fikirləşirdik ki, gedib erməni əlinə də düşə bilərik. Çünki yolu bilmirdik. Mən bilirsiniz, o gördüklərimi danışdıqca mən bax elə bir ki, həmin anları yaşayıram. Danışa bilmirəm. Mən orada Allahın o mənə verdiyi güc sayəsində mən o Kürovları qaçıra bildiyim, mən o 4 ay məsəl üçün bizi orasını da deyim ki, bizi aprel ayının 25-dən sonra bizdə o qalan Əmr Əliyevlər ailəsi Xasagillə, bizim ailə, bir də Əhmədov, Hümbət, Qədim kişi, onlar biz bir qaldıq. Bizim yanımızda bir dənə əli silahlı müzahim qaldı. Amma biz elə bil ki, 30 nəfər qalmışdıq da mühasirədə. Onlar bizdən ayrı qaldılar. O əli silah tutanlar, cavanlar, onlar bizim yanımızda deyildilər. Biz onları görə bilmirdik. Biz elə bil ki, o yaşlılarla qalmışdıq. Amma elə bil ki, çıxan müddətdə bir çıxdı. Onların qaldığı yeri bilirdik. Təsadüfən gəldi, çıxdınız. Yəni, belə deyil. Bizim elə bil ki, yəni gəlişimiz də təsadüf oldu. Necə ki, o qaçıb ki, erməni əlindən qutardım. Amma çıxışımız elə təsadüf oldu ki, yolu bilmirdik. Gəldik, bizi orada hərbiçilər qalan postun yanından keçəndə mənim bacım anama deyibdi ki, uşaqdırlar. Deyib, yağış yağsa bura nə girmək olar da, gizlənmək olar dağın başında. Sən demə, orada erməninin 11 nəfər hərbiçisi varmış, postuymuş da. Onlar sonradan elə bir çıxdılar, baxdılar o tərəfə, biz tanır yoxuşu deyilən yerdən keçdik, gəldik. Biz elə bil ki, bugün Allahın möcüzəsi sayəsində yaşayırıq. Babanız da orada qalan adamlardan biri olubdu. Bəli. Biz oradan çıxdıq. Kimdir o? Necə oldu orada qaldı? Mənim babam böyük vətən müharibəsini yaşamış insanıdır. 38-də gedib 47-də gəlmişdi Azərbaycana. O vaxtı Rusun hərbisində kəşfiyyatçı olmuşdu. Adı nədir? Ələsgər. Kazımov Ələsgər. Ələsgər oğlu, bəli. Bu vətən həsrəti o vaxtı çəkmişdi, görmüşdü.
O çıxan vaxtı bizə çıxdığımız günə qədər demirdi ki, mən çıxacağam. Çıxdığımız gün dedi ki, yox, mən dedi ki, bu torpağa qoyub çıxmadı. Amma çıxa bilər. Neçə yaşı vardı? 93 yaşım var. Yəni siz də sağollaşdı və orada qaldı. Bəli, sağollaşdı və dedi ki, yox, mən getməyəcəm. Onun belə deyək ki, nəşindən, qalıqlarından bir xəbər varmı? Biz elə bil ki, bugün elə bil ki, bizim o ailədən 3 nəfər şəhid verdik. Babam da elə bil ki, nə ondan axtarışı davam eləyir bugün də. Əmmin yoldaşı, o da elə bil ki, yolda vurmuşdular. Ondan heç bir xəbər yox.